Bu günləri Dövlət İmtahan Mərkəzinin nəşri olan 20 sınaq testinin sınaq 2 hissəsini izah edəcəm. Başlayaq. 1. Yerli vaxt SMB və C məntəqələrinin coğrafi uzunluqlarını müəyyən edin. Biz burada görürük ki, A məntəqəsi 15-40'dır. A məntəqəsinin 15-40 olduğunu bilirik. B məntəqəsi 20-20'dir. Yəni demək istəyir ki, B məntəqəsi saat olaraq irəlidədirsə, deməli şərqdədir. Ona görə ilk öncə bunlar arasındakı fərqi tapmaq lazımdır. 20 saat 20 dəqiqədən çıxmalıyam 15-40'ı. Burada görürük ki, bu 20'dir, bu 40'dır. Bizə problem yaradır. Ona görə biz saatımızın birini dəqiqəyə çevirirəm. Mən bunu yazıram ki, 19-60, 19 daha doğrusu 80, çıx 15-40. Bu eləyir neçə? 4 saat 40 dəqiqə. 4 saat 40 dəqiqəni dərəcə çevirmək üçün 4'ü vururam 15'ə, üstə gəlirəm, 40'ı da bölürəm 4'ə. Həmişə dəqiqəni 4'ə bölürük, saatı 15'ə vurub dərəcə çeviririk. 4'ü 15'ə vururam, eləyir 60, üstə də 40'ı 4'ə neçə düşür? 10. Üstə də 10 gələndə eləyir 70 dərəcə. Deməli, B məntəqəsi dedik daha şərqdədir. Şərqdə olduğuna görə 30'un üstə, bax bu verilən 30'un üstə 70 gəlirəm. Eləyir 100 dərəcə şərq uzunluğu. Deməli, tapdım ki, B məntəqəsi neçədəymiş? 100 şərq uzunluğu. Sonra bizdən C-ni soruşur. İndi C ilə B-nin arasındakı fərqi tapmalıyam. Yəni 21 00 çıx 20 20. Bu da düşür 00 40. 40 dəqiqəmiz də dediyim kimi bax dəqiqəni 4'ə bölüb dərəcə çevirirəm. Yəni 40'ı 4'ə böləndə düşür 10 dərəcə. Fikir verirsiniz, C məntəqəsi də B məntəqəsindən daha irəlidən, daha şərqdədir. Birin üstünə 10 gələcəm. Yəni 100'ün üstə 10 dərəcə gələcəm. Bu da eləyəcək 110 dərəcə. Yəni C məntəqəmizdə 110 dərəcə oldu. C ilə bərabər 110. C-nin 110. B-nin də 100 olduğu hansı bəndimiz var? B bəndi. Baxaq indi ikinci suala. Sxemə əsasən yanlış bəndi müəyyən edin. A məntəqəsi 23-cü saat qurşağında yerləşir. Baxaq, A məntəqəsi 20 dərəcə qərb uzunluğundadır. 20 dərəcə qərb uzunluğunun saat qurşağını tapmaq üçün 20'ni bölürəm 15'ə. Neçəsi düşür? 1, 15. Qallığım 7,5'dən kiçik olduğuna görə heç nə eləmirəm. Elə olur 1. Qərb uzunluğuna söhbət olduğuna görə 24'dən də 1'i çıxmalıyam 23. Deməli, A bəndi düzdür. Bizdən yanlışı soruşur. D məntəqəsinin yerli vaxtı C məntəqəsinin yerli vaxtının 2 saat 40 dəqiqə irəlidir. D məntəqəsi buradadır. C məntəqəsi hardadır? C məntəqəsi də buradadır. Deməli, C məntəqəsi 20 dərəcədədir. D məntəqəsi 20 dərəcədir. C məntəqəsi isə 60 dərəcədədir. Çıxaq 60'dan 20'sini çıxıram. Neçəsi düşür? 40 dərəcə. 40'ı bölürəm neçəyə? 15'ə. 2 saat 2'yi vurdum neçələdir? 30, 10. Bax, burada yazılan hissə həmişə saat olur. 2 saat. Burada yazılan da 4'ə vurub dəqiqəyə çeviririk. 2 saat 40 dəqiqədirmi? Bu da doğrudur. Bizdən yanlış soruşur. 23 sentyabrda C və D məntəqələrində günəş şüaları fərqli bucaq altında düşür. Baxaq. C və D məntəqələri. İkisi də görürük ki, 15'də yerləşdiyinə görə 23 sentyabrda günəşin düşmə bucaqları fərqli deyirlər, bərabərdir. Səhv olan C-dir. Sonra baxırıq 3-cü suala. Deyir ki, 21 mart və 23 sentyabr tarixində gündüzün uzunluğu daha çox olur. 21 mart və 23 sentyabrda biz bilirik ki, Günəş şimal yarımkürəsində olur. Günəş şimal yarımkürəsində olduğu üçün gündüzün uzunluğu təbii ki, şimal yarımkürəsində daha çox olacaq. Burada da şimal yarımkürəsində yerləşən məntəqələrimiz hansılardır? 1, 2, 6. Tropiklər arasında gündüzün uzunluğu elə çox dəyişmədiyi üçün biz əslində mülayim işıqlanma qurşağında yerləşən şimal yarımkürəsində mülayim işıqlanma qurşağında yerləşənlərə baxır, o da D bəndi.
4. Yer bir planet yarandığı ilk vaxtda onun səthində çoxlu iri asteroidlər, meteoritlər düşməsinin səbəbi nədir? Təbii ki, yerin maqnetizm xassələri zəif olduğu üçün. Bu 10-cu sinifdə yerin maqnetizm mövzusunda daha ətraflı məlumat verilmişdir. Doğru cavab D bəndi. 5-ci suala baxırıq. Şimal qütb dairəsi. Şimal qütb dairəsini qoyacaq ölçüsünü 66.5 şimal. Cənub qütb isə 66.5 cını. Yəni şimal qütb dairəsi 66.5 xətt deməkdir. Deyək ki, 3 qitəni kəsib gedir. 3 qitəni kəsib gedir şimal qütb dairəsidir. Asiya, Avropa, bir də ki, Şimal Amerika. Daha doğrusu Amerika qitəsi. Bu 1. 60 və 70 dərəcə cənub enlikləri arasında yerləşir. 60 və 70 dərəcə mülayim şıqlama quşağına düşür. Ona görə bu heç birinə aid olmur. Yay gün dönümü günü qütb gündüzü müşahidə olunur. Yay gün dönümündə qütb gündüzündən söhbət gedirsə şimal yarımkürəsində yerləşən məntəqədir. 3 ona aid olur. Yaz gecə gündüz bərabərliyi günü günəş şüaları 20.5 dərəcə bucaq altında düşür. Yaz gecə gündüz bərabərliyini deyirsə, onu biz bu cür hesablayırıq. 90 çıxılsın 66.5 plus 0. Bu da bərabər olur 23.5'e. Gördünüz, hər ikisinə aid olur. Deməli 4 hər ikisini. Qış gün dönümündə günəş şüaları 47. Qış gün dönümündə bu cür hesablayacağıq. Cənub yarımkürəsində olduğu üçün üstə gəlirəm 23.5'ni. Qış gün dönümü günəş şüaları 47 dərəcə bucaq altında düşər. Mən Cənub qütb dairəsi üçün hesablayır. 90'dan 66.5 eləyəcək 47. 5 də deməli ikinciyə aid oldu. 1-3, 1'ə aid olsun 1-3, 2-5, 3-4. Yəni C bəndi. Yerdə həyatın əmələ gəlməsinin ilkin şəraiti. Yəni planetar yaşdan qabaqki mərhələ, yəni da planetar və geologiya arasında olacaq bir məntəqədə deyə bilərik. Və xüsusən yerdə həyatın olmasının temperaturunun tənzimlənməsidir. Bu da ki, yerlə günəş arasındakı məsafələrin münasibsiz olması, yəni Y bəndi. A məntəqəsində 10 dərəcə şimal enliyi və 130 dərəcə qərb uzunluğu cismin kölgəsi olmadığı zaman. Cismin kölgəsi yoxdursa, deməli günəş oraya 90 dərəcə bucaq altında düşür və hökmən gün ortadır. Yəni saat 12:00-dur. Yəni A məntəqəsində saat 12:00-dur. A məntəqəsində 12:00-dursa, həmişə burada bir şey bilmək lazımdır. Bizdən Bakını soruşur. Bax, 130 dərəcə qərb uzunluğu verirsə, bir-birini 180-də tamamlamalıdır. 130 qərb uzunluğunun əksi 50 şərq uzunluğudur. Məsəl üçün, 60 qərb uzunluğunun əksi 120 şərq uzunluğudur. Yəni bunlarda aralarındakı vaxt fərqi 12 saat olur. Yəni demək istəyir ki, 130 dərəcə qərb uzunluğunda saat 12:00 olarsa, Bakı şəhərində, yəni onun əksində saat neçə olar? Təbii ki, 12 saat vaxt fərqi var, 24:00 olar. 8-ci suala baxırıq. Xəritə sxemində qeyd edilmiş məntəqələrin hansında 22 iyunda gündüzün uzunluğu daha az olacaq? Gündüzün uzunluğunun daha az olması üçün cənub yarımkürəsinə baxacağıq. Çünki niyə? 22 iyun tarixində günəş şimal yarımkürəsində zenitdə olur. Cənub yarımkürəsində də 2 dənə məntəqə var. 22 iyunda, yəni yay gün dönümündə ekvatordan cənuba doğru getdikcə gündüzün uzunluğu qısalır, gecənin uzunluğu çoxalır. Yəni ən qısa gündüz burada 5'də olacaq. 5 də burada hansı bəndimizdir? B bəndidir. Baxırıq indi 9-cu suala. Yerli vaxtı Bakı şəhərindən 8 saat irəli olan məntəqənin aid olduğu quşağın orta meridianı. Biz bilirik ki, Bakı 3-cü saat quşağında yerləşir. 3'ün üstə 8 gəlirəm neçə edir? 11. Orta meridian deyiləndə saat quşağını 15'ə vurmaq lazımdır. 11 vurulsun 15. Bu da eləyəcək 165 şərq uzunluğu. Ümumiyyətlə 0-dan 12'yə qədər şərqdədir, 12'dən 24'ə qədər qərbdə yerləşir. Yəni 165 şərq uzunluğu. 10-cu suala baxıram. Deyir, A məntəqəsi 20-ci saat quşağının orta meridianından. İndi A məntəqəsində saat quşağını verib. Orta meridian tapanda neçə vururduq? 15'ə. 22. 22 mi deyir? Bizə 20 deyir, yox. 20. Vuraq 15 bərabərdir 300. Əgər 360 dərəcədən böyük qiymət, daha doğrusu 180 dərəcədən böyük qiymət almışıqsa, 360'dan həmişə çıxmaq lazımdır. Və 180'in böyük almışsansa, hökmən qərbdə yerləşirsən deməli. Bu 60 dərəcə deməli qərb uzunluğu olur. Deməli koordinatlarımızı çəkək.
60 dərəcə qərb uzunluq. Bax, A məntəqəsi budur. A məntəqəsi misal orta medianın 20 dərəcə qərbdə olarsa, daha doğrusu A məntəqəsi o deyil. Deyək, bundan 20 dərəcə qərbdə olsun, yəni solda olsun. Qərbə doğru getsə qərb uzunluğu dərəcəmiz artır. 60-ın üstə 20 gəlirəm, eləyir 80 dərəcə qərb uzunluğuna, yəni deməli bax, çünki buradan 20 dərəcə sola doğru getdim. A məntəqəsi buradadır. Deyək 80 dərəcə qərb uzunluğu, onun yerləşdiyi saat qurşağının sərhədlərini tapın. Gəlin 80 dərəcə qərb uzunluğu görək neçənci saat qurşağında yerləşir. 80-i böldürəm 15-ə. 5 dəfə düşür 75. 7,5-dən kiçik olduğuna görə bundan işimiz yoxdur. 5 bizdən nəyi soruşur? Deməli neçədəymiş? 5-ci saat qurşağında yerləşir. Deməli 80 dərəcə qərb uzunluğu 5-ci saat qurşağında yerləşir. 5-ci saat qurşağı da 5-i 15-ə vuranda görürük ki, yəni 5 vuraq 15 75 dərəcə qərb uzunluğu demək. Saat qurşaqlarının sərhəddini tapanda 75-in üstə bir dəfə 7,5 gəlirəm, eləyir 82,5. 75-dən də bir dəfə çıxıram 7,5, bu da eləyir 67,5. Yəni 82,5 ilə 67,5 hansı bəndimizdədir? Y bəndində. Baxırıq 11-ci suala. Bax, bu sualda bir şeyə fikir verməyimiz lazımdır ki, bu hissələrdə görürük ki, gündüzdür. Bu hissələrdə gecədir. Yəni bu şəkil bizə demək istəyir ki, 22 iyundur. Yəni yay gün dönümüdür. Gəlin yay gününün dönümünün özəlliklərinə baxaq. Cənub yarımkürəsində ən uzun gecə müşahidə olunur. Bəli, yay gün dönümündə günəş şimalda olduğuna görə ki, cənubda ən uzun gecə müşahidə olunur. Şimal yarımkürəsində ən qısa gündüz yox, ən uzun gündüz. Günəş 23,5 dərəcə cənub enliyində olur. Xeyr, günəş 23,5 dərəcə şimal enliyində olur. 66,5 dərəcə şimal enliyində şimal qütb gündüzləri başlayır. Bəli, şimal qütb gündüzü 66,5 dərəcədə qütb gündüzləri müşahidə olunur. Cənub yarımkürəsində yay yox, qış fəslidir. Günəş şüaları Bakı 73,5 dərəcə bucaqda düşür. Bəli, gəlin hesablayaq. 90 çıxılsın 40 üstə gələk 70 üstə gələk 23,5, bu da eləyəcək 73,5, deməli 6-da. 1, 4, 6. Bəli. Sonra hansı gəlir? 12-ci sual. Diaqramda kölgə verilir. Aha, burada biz fikir veririk ki, 22 dekabrda kölgə 0-dır. Kölgə 0-dırsa, hökmən deməli həmin məntəqədə günəş zenitdədir. Deməli, burada nə baş verir? Zenit. 22 dekabrda günəş harada zenitdə olur? 23,5 dərəcə cənub enliyində, yəni D bəndi. 13-cü suala keçirik. Xəritə sxemasında qütb gecə və gündüzləri müşahidə olduğu məntəqələri müəyyən edin. Qütb gecə gündüzləri 66,5 ilə 90 dərəcə arasında olur. Yəni, mən də buradan xəttimi çəkirəm. Qütb gecə və gündüzləri müşahidə olması üçün mən bu xətti düzgün çəkəmədim. Bir də təqribi çəkdim. Bax, bu xəttlər arasında. Mən təqribi çəkirəm. Yəni, qütb dairələri arasında. Hansı hərfimiz qaldı? C, Y, H. C, Y, H-da hansı bəndimizdir? A bəndi. Müxtəlif məntəqələrdə eyni adlı günün üfək vəziyyətlərində daha qərbdə yerləşən daha qərbdə deyirsə, deməli günəş oradan hələ təzə çıxmalıdır. Yəni burada günəş sistemimiz nə qədər təzə çıxırsa, bax bu məntəqəm daha qərbdə yerləşmiş olur. Yəni 4-cü məntəqəm. Desək ki, hansı şərqdə yerləşir? Bax bu şərqdə yerləşir. Məntəqəmiz vaxt olaraq ən irəlidə olan bax bu 5-ci məntəqədə, ən geridə olansa 4-cü məntəqədə, yəni ən qərbdə yerləşir. Başlanğıc meridianı. Başlanğıc meridianımız neçə dərəcədir? 0 dərəcə. Başlanğıc meridianı 27 dərəcə şərqdə yerləşən. Yəni bunun üstə 27 gəlirəm. Eləyir 27 şərq uzunluğu. Bir də deyək ki, qərbdə yerləşən. Yəni bundan 27 çıxıram. Bu da eləyəcək 27 qərb uzunluğu. Deyir neçənci saat qurşağında yerləşir. Bunların yerləşdiyi saat qurşağını tapmaq üçün nə edirik? 27 böl 15. 27-dən 15-ə böləndə neçəsi düşür? 1 dəfə. 15. Qalıq neçədir? 12. 12-dən böyük olduğuna görə, 7,5-dən böyük olduğuna görə, yəni 12 olduğuna görə bura 1 əlavə edirik. Olur 2. Aha, demək neçənci saat qurşağındaymış? 2.
Deməli 27 dərəcə şərq uzunluğu 2-ci saat qurşağındadır və bu rəqəminə yazılır. Qərb uzunluğunda olanda isə 24-dən çıxıram. Yəni 22-ci saat qurşağındadır. 22-ci saat qurşağında. Bu da hansı bəndimiz olur? E bəndi. Bəndimizdə yazaq. Hansı ərazilərdə maqnit anomaliyası? Maqnit anomaliyası odur ki, kompasın işləmədiyi yer, yəni maqnit xəstəyə malik olan metalların olduğu yer, ferrum, yəni dəmir, nikel, kobalt kimi metalların olduğu yer, yəni bu da hansı ərazidə olacaq? Dəmir filizi çıxan yerlərdir. Qütb parıltısı nədir? Qütb parıltısı nə yaradır? Qütb parıltısını günəş kürəyinin elektrik yüklü hissəcikləri yerin atmosfer yuxarısı toqquşma nəticəsidir. Yəni burada B bəndindədir. Qütb parıltısı günəşdən gələn şüaların toqquşmasıdır. Daha doğrusu günəş küləyindən gələn şüaların, elektrik yüklərin. Günəş üfüqdə vəziyyətinə əsasən, burada bir şeyə biz fikir verməliyik ki, şimal yarımkürəsində yerləşən fəsillərə baxaq. Bax, biz görürük ki, bu böyük bir məsafə qət edir. Üçüncü isə kiçik məsafə qət edir. Böyük məsafə qət edirsə, deməli, gündüzün uzunluğu çox olmalıdır. Gündüzün uzunluğu da çoxdursa, deməli, bir hansı olacaq? Yay. 2 yaz, 3 də qış. Yay, yaz, qış. 18 Y bəndi. 19. 10 dərəcə cənub enli günəş şüaları 76,5 dərəcə bucaq altında düşərsə. Hesablayırıq. Düşmə bucağın bərabərdir 90 çıxaq x plus y. Belə bizim düsturumuz var. 90 çıxaq x minus y. D 10 dərəcə cənub enliyinə. Bax, x burada enlikdir. Y zenitdə olan məntəqəmdir. Günəş 76,5 dərəcə. 70 da günəşin düşmə bucağıdır. Bax, yazıram. 76,5 bərabərdir 90 çıxaq 10. Zenitimi bilmirəm. Plusdan istifadə edəcəm, minusdan. Mən plusdan istifadə edəcəm. Aldığım cavab düzdürsə, deməli, enliyimlə zenitim eyni yarımkürədir, yəni cənub olacaq. Mənfi olsa şimal olacaq cavabım. Bunu da hesablayıram. Y bərabərdir 90-dan günəş 10 dərəcə cənubunu 76,5 dərəcə bucaq altında düşdüyü zaman 10 dərəcə cənubun günəş zenitdə olduğu eni tapın. Biz də buradan alırıq ki, hesablayanda 90-dan 10 çıxanda 80, günəş eni 76 və y-imiz də neçə alırıq? 23,5. Düzdürmü? Deməli, neçə oldu? 23,5. 23,5'imiz də hansı bənd olur? A bəndi. Sonra gəlir. Burada elə bir biz nəsə yanlışlıq elədik. 90-dan 10 çıxdıq, 80 xeyr. Burada yanlışlıq oldu. Biz bunu daha bir fərqli bir yolla da yaza bilərik ki, 10 dərəcə günəş 10 dərəcə cənub enliyinə günəş şüaları 76,5 dərəcə. Belə bir şey də həll eləyə bilərik. Mən buna yeni səhvə açım. Üçbucaq qaydasından da istifadə edərək yaza bilərik. Deməli 10 dərəcə cənub enliyi. Bu 0'ım. Bu da 10 dərəcə cənub enliyim. 76,5 dərəcə bucaqata düşdüyü zaman 10 dərəcə cənub enliyi. Bax. Belə bir şəkil çəkirəm. 10 dərəcə cənub enliyim. Günəş 76,5 dərəcə bucaq altında düşür. Deməli, bucağım neçə olar? 76,5. Biz bilirik ki, düzbucaqlı üçbucaqlı bir-birini 90 dərəcədə tamamlanmalıdırlar. Bu hissələr neçə dərəcə olmalıdır? Onda bax, bu hissə olacaq 13,5. Deməli, onun üzərinə biz neçə gəlsə 23,5 edəcək. Təbii ki, daha doğrusu 13,5'in öncəsini neçə edəcək? Bu da edəcək 23,5. 20-ci sual. Tropik işıqlama quşağının cənub sərhəddi ilə bizim yer kürəsi. 0. Bu 23,5 cənub. Bu 23,5 şimal. Deyil, tropik işıqlama quşağının cənub sərhəddi. Tropik işıqlama quşağının cənub sərhəddi 23,5 dərəcə cənub enliyidir. Bakı şəhər isə 40 dərəcə şimal enliyidir. Biri şimalda, biri cənubda olduğumuz üçün biz bunları toplayırıq, eləyir 63,5. İndi soruşur ki, bizə bunlar arasındakı məsafə nə qədərdir? 1 dərəcə meridian qövsünün uzumu 111 km olduğunu bilirik. Vur 111
Bu da eləyəcək 7048,5. Yəni Y bəndi. Aha. Sxemdə əsasən 180 dərəcə olduğuna görə deməli A məntəqəsi şərq yarımkürəsində yerləşir, B məntəqəsi qərb yarımkürəsində yerləşir. Aha, gəlin də bunlara baxaq. A məntəqəsindən 160 ilə 180 arasında neçə dərəcə var? 20 dərəcə. 180 ilə 170 arasında neçə dərəcə var? 10 dərəcə. Cəmi neçə dərəcə oldu? 30 dərəcə. Yəni 20 plus 10 30 dərəcə. 30 dərəcə görək neçə saatlıq deməkdir. Aha. Demək nə qədər imiş? 2 saat deməkmiş. A məntəqəsində saat 19:20-dir, düzdürmü? 19:20 plus 2. Kaç oldu? 21:20. Ancaq bir şey var. 180 günün dəyişmə vaxtıdır. 180 keçəndə gün həmişə dəyişir. Yəni A məntəqəsində 4 oktyabrdirsə, hökmən burada 3 oktyabr olacaq. Saat da 21:20. 3 oktyabr 21:20. Xəritə sxemə əsasən qeyd edilmiş məntəqələrin yerləşdiyi saat qurşaqlarını və məntəqələr arasındakı yerli vaxt fərqini tapın. Aha, A məntəqəsi neçəyə düşür? 60 dərəcə qərb uzunluğuna düşür. A məntəqəsi 60 dərəcə qərb uzunluğu deyil, 60 bölək 15, 4. Qərb olduğuna görə 24 çıxaq 4 bərabərdir 20. Rum rəqəminə yazılır. Deməli bu A məntəqəsi. B məntəqəsi harada yerləşir? Bu xətti təqib edirik. Gəlir 60'a düşür. 60 dərəcə şərq uzunluğudur. Bölürəm 15'ə düşür 4. Aha, bu nəyə düşdü? 4 dərəcə şərq uzunluğu. Bu da yerləşir B məntəqəsi. Bunlar arasındakı vaxt fərqini soruşursa da 61 şərq, 1 qərb olduğu üçün toplayıram. Bu da eləyir 120. 120 də təzədən 15'ə bölündə düşür 8. Deməli A yerləşir 4-də, B yerləşir 20-də və 8 saat vaxt fərqləri olur. Qış gün dönümü 30 dərəcə şimali günəş şüaları neçə dərəcə bucaq altında düşər? Qış gün dönümündə 30 dərəcə şimali günəş neçə dərəcə bucaq altında düşər? Baxaq. Düşmə bucağın bərabərdir. 90 çıxılsın 30. Qış gün dönümü deyəndə cənub yarımkürəsi. Yəni biri şimalda, biri cənubda olduğuna görə də bunda çıxıram ki, cavabımız da neçə eləyəcək? 90-dan 30 çıxıb, ondan da 23,5 dərəcə çıxanda olacaq 36,5. Yəni 36,5 dərəcə. Mülayim işıqlama qurşağında yerləşən ölkələr. Mülayim işıqlama qurşağında Niger yerləşmir, Türkiyə yerləşir, Monqolistan yerləşir, Peru yerləşmir, Panama ekvatorial tropik işıqlama qurşağında yerləşir, bir də Argentina. 2-3-6. Argentina cənub mülayim, Türkiyə, Monqolistan şimal mülayim işıqlama qurşağında yerləşir. Qütb ulduzunun müşahidə olunduğu ərazi, yəni ekvatordan şimalda yerləşənlər. Madagaskar ekvatordan cənubda yerləşir olmaz. Qütb ulduzunun müşahidə olunduğu Xəzər yanı ovalıqlar, Siciliya adası İtaliyaya məxsusdur 2-3. Böyük su əraziləri Avstraliyada da olmaz. Orinoco ovalığı Cənubi Amerikanın şimalında, yəni 2-3-5. La Plata cənub yarımkürəsindədir, olmaz. 2-3-5. Qütb gündüzlərinin müşahidə olunduğu ərazilər. Qütb gündüzlərinin müşahidə olunduğu ərazilərdirsə, yəni 66,5 ilə 90 dərəcə arasında olanlar olmalıdır. Yəni qütblərə yaxın yerlər. Novosibir olar, Victoria adası olar, Antarktida adası olar. Falkland mülayimdədir, Tasmaniya adası mülayimdədir, Newfoundland mülayimdədir. Ona görə 1, 2, 3. 27. Saat qurşaqlarını uyğunlaşdırın. 170 dərəcə qərb uzunluğu. Bax, 170'i bölürük 15. Hər birini hesablayacağıq. 8 dəfə düşür 120. Oldu 10. 8, 17,5'dən böyük olur. Üstə 1 gəlirəm, 9. Qərb uzunluğu dediyinə görə 24'dən çıxıram. 24'dən. Aha, heç burada hesablamağa ehtiyac yoxdur. Yox, ehtiyac var daha doğrusu. Birdən görə səhv eləmədik ki, səhv eləmişik. 170 15'ə bölündə səhv eləmişik. Bunu təzədən hesablayaq. 170 böl 15'ə. Aha, 17 bir dəfə. 15 bir dəfə. 20 bir dəfə. 15 5. 5 7,5'dən kiçik olduğuna görə işimiz yoxdur. Aha, 11. 24'dən də qayıdıb.
11-ni çıxmayalım. Qərb olduğuna görə neçə düşür? 13. Deməli, bu neçədə yerləşir? 13-cü saat qurşağında. 162-ni hesablayıram. 162-ni bölürəm 15-ə 1, 15, 12, 0, 10. 7,5-dən böyük olduğuna görə üstə 1 gəlirəm, eləyir 11. 24-dən 11 çıxıram, neçəsi düşür? 13. Abi, 2 də oldu abi. İndi 65 hesablayaq. 65 şərq uzunluğu. 65 bölünsün 15, 4 dəfə. Qalıqda 5-dir, işimiz yoxdur. 4-cü saat qurşağında yerləşirmiş. 61. Buna da aid olacaq C. 18 dərəcə qərb uzunluğu. Ümumiyyətlə 7,5-dən böyük olan 7,5-dən böyük olan 22,5-dən kiçik olanlar dərəcələr yerləşir, 23-cü saat qurşağında yerləşir. Bu da olacaq D. 25 dərəcə qərb uzunluğunun özünə baxaq. 25-i bölürəm 15-ə. Neçə düşür? Bir dəfə. 15, 10. 7,5-dən böyük üstü 1 gəlirəm 2. 24-dən də 2 çıxanda 22. Deməli, Y-də heç birinin aidiyyəti olmur. Deməli, nə oldu? 1C, 2AB, 3D D. Yay gün dönüm günü şimal sərhəddində günəş şüalarının 47 dərəcə bucaq altında düşdüyü zaman bu işıqlama quşağının gündüz uzun, gecə isə qısa olur. Bax, yay gün dönümü günəş şimal sərhəddinə, gəl görək yay gün dönümündə şimal sərhəddinə. Baxaq görək, şimal yarımkürəsində 47 dərəcə bucaq altında hara düşər. 47 bərabərdir 90 çıxaq. X üstə gələk 23,5. X də bərabərdir alıram 66,5. Deməli, söhbət gedir mülayim işıqlama quşağının şimal sərhəddindən. Yəni, sonra deməkdənsə coğrafi enliyi və işıqlama quşağını müəyyən edin. Deməli, söhbət gedir enliyim 66,5 dərəcə şimal enliyidir. Bir sərgəli yazım. Şimal enliyi. Aha, işıqlama quşağında yerləşir. Mülayim. Mətndə verilmiş işıqlama quşağının şimalda və cənubda yerləşən işıqlama quşaqlarının müvafiq olaraq mülayim işıqlama quşağının şimalda yerləşən qütb işıqlama quşağıdır. Cənubda yerləşən tropik işıqlama quşağıdır. Sonra deyir ki, xəritə sxeması mətndə verilmiş işıqlama quşağında yerləşən ölkələri müəyyən edin. Bu da mülayim işıqlama quşağında yerləşən ölkələr hansılardır? 1, 3, 6. 1, 3, 6. Tropik işıqlama quşağı, tropik işıqlama quşağı, tropik işıqlama quşağı. Mən bir də işıqlama quşaqlarında belə bir sərhədlərini çəkim. Bilməyən şahidlərimiz üçün bir qeyd olsun, götürə bilir. Yer kürəsini qəşə çəkim. Aha. 66,5. 23,5. Ekvator çəkmirəm. 23,5. 66,5. Bu şimal qütb işıqlama quşağıdır. Şimal mülayim işıqlama quşağıdır. Tropik işıqlama quşağıdır. Cənub mülayim işıqlama quşağıdır. Cənub qütb işıqlama quşağıdır. Videomuzu bəyənməyi və paylaşmağı, kanalımıza abunə olmağı unutmayın. Növbəti izahlarda görüşmək ümidi ilə. Sağ olun.